Xoş gördük, doğma Kərkicahanda sizinlə qarşılaşdıq. Bu da Allahın bir xoş qismətidir. Yəqin ki, sizin ürək sözləriniz çoxdur. Qalib müəllim, çox sağ olun, Allah sizdən razı olsun. Mən sizi həmişə yazılarınızı, çıxışlarınızı izləyirəm, prezidentlə bir yerdə olmağınızı belə böyük qürur hissi ilə mən izlədim. Allah şəhidlərimizə rəhmət eləsin, veteranlara, qazilərə can sağlığı, uzun ömür versin inşallah. Amin. Bizim torpaq işğal olundu. Torpaq azad olunmamışdan əvvəl mən bir şeir yazmışdım. Yalvarıram qəribliyə, gəl sən çəkmə dara məni. İndi dövran dəyişibdir, utandırma yara məni. Gözəl yurdum yuvam vardı, yurdum alınmaz qalaydı. Xaraba qoyub yurdumu aparırsan hara məni. Odlar yurdunun oğluyam, yaranmışam, odda yanam. Bakıda mən darıxıram, Xan kəndinə qaytar məni, Kərkicahana qaytar məni. Qaytar görüm obaları, yanıb uçmuş binaları, zəbt olunmuş torpaqları, dağıdılmış məzarları ziyarətə qaytar məni. Qaytar keçim dağlarından, içim soyuq bulağından, Taceddinin ürəyindən keçənlərə qaytar məni, keçənlərə qaytar məni. Və deyirəm, yuxumda görürdüm Kərkicahanı, bu yurda bərabər söylə yutanı. Qarış-qarış gəzsəm Azərbaycanı, məni boğacaqdır gündə qəriblik. Taceddin, qəm yemə, bəlkə də bir gün şad xəbər yayılar el obamıza. Vətəndə vətənsiz yaşamaq dərdin, atıb qaydarıq yurt yuvamıza, atıb qaydarıq yurt yuvamıza. Bugünə çox şükür. Çox şükür, çox sağ olun. Allah Azərbaycanı qorusun. Ali Baş Komandana təşəkkürümü bildirəm, Allah onu qorusun. Amin, amin. Çox sağ olun.